Dünən Azərbaycandan yollanmış Yeraz Naxçıvanlılardan ibarət özünü sülh tərəfdarı adlandıran, güya ictimai aktivist olan, adını belə it dəftərində belə tapmadığımız adamlar var içərisində. Bir qrup bu tipdə adam göndərilibdir Ermənistana, güya Azərbaycan və Ermənistan arasında dostluq mesajı verib. Halbuki illərdir bizim talışlar ermənilərlə dostluq əlaqəsi quranda, onlarla bircə elmi iş görəndə, bir yerə gələndə bizə vətən xaini damğası vurulurdu. Bu bir daha Yeraz Naxçıvan hakimiyyətinin əslində heç bir qürurunun, qeyrətinin olmadığını göstərir. Bunlar ancaq praqmatik, hər hansısa bir məsələyə hesablanmış siyasət yürüdürlər. Yəni bunlar üçün hansısa bir qürur xətti, qeyrət xətti yoxdur. Təbii ki, mən ermənilər və Azərbaycanlılar arasında düşmənçiliyin əleyhinəyəm və həmişə də belə olmuşam. Amma bu məsələnin hakimiyyət tərəfindən manipulyasiya olunması və Azərbaycan insanının da bu məsələsini yeməsi həmişə məndə ikrah doğurubdur. Nəyə görə? Çünki baxın, dünən talışlara söz deyənlər ki, niyə İqbal Abilov güya ermənilərlə Azərbaycan əleyhinə iş görüb, halbuki burada Azərbaycan əleyhinə heç bir işdən söhbət gedə bilməz və yaxud da Əlişən Himmətovdur və digərləri də bunları tənqid edənlər, söyənlər var idi. Bu gün soxublar içlərinə bir söz də deyə bilmirlər. Nə bilim, üç rəngli bayraqdan danışan, torpaq, qeyrət, namus məsələsindən danışan, Xocalıda nə bilim bizim insanları belə qırdılar, elə qırdılar danışan adamlar var ki, bu gün bircə kəlmə belə söz deyə bilmir.